geceler ben işe giden, işten gelen terlikte öldürmek mecburiyetindeyim. Öldüreyim ki həzz alım. Bu işi de eylemeliyim ben. İlk belə qərara gəlmək olar ki, bu insan psixoloji və psixi cəhətdən sabit bir insan olmuşdur. Bu, belə deyək ki, bu nəticələməyə bir neçə səbəb. Birinci səbəb, onun həyatdakı ilkin məlumata görə bu, deməli, noyabr ayından gəlib və Bakıya gələnə qədər bu insan qapalı həyat sürür. Yəni ki, bu insan evdə neçə də çıxamız deyilənə görə çörək almaq üçün gelir və gəlib və heç kəsdən, qonşularla və yaxın adamlarla heç bir ünsiyyət qurur. Bir. İkinci də bizə təqdim olunmuş video materialların ilkin şərhi də göstərir ki, bu insanda psixi cəhətdən müəyyən qüsurlar var. İlk növbədə qəddarlıq. Yəni bu insan belə deyək ki, bütün o video çəkilişi müddətində yalnız ifrətdən, yalnız insanlara qarşı agresiyadan danışır. Göstərir ki, bu deməli, gülləylə insanların başına necə vuracaq və gülləylə belə deyək ki, butulkanı sındırır. İndi dəqiq demək mümkündür, yəni ki, bu son biz nəsə deyə bilərik. Son nəticə olaraq deyə bilərik ki, bu xəstəlikdir və yaxud da psixi pozuntudur. İkinci səbəb, bu insan öz hissiyyətlərini də itirmək çərçivəsindədir. Çünki bu insan sınmış butulkanın ağzı ilə belə deyək ki, çeynəməyə başlayır. İkinci, bu maska, yəni canavar şəklində maska giyinib və bu maskanın maska belə deyək ki, becərləşmiş maska belə deyək ki, təsvir etmək olar və o da göstərir ki, bu insanda həqiqətən hansısa psixi pozuntu mövcud deyil. Beləliklə video çəkilişlər göstərir ki, Fərda Qədirovun psixikasında anormallıq varmış və onun hədsiz gizli aqressivliyi, psixikasındakı pozuntu onu cinayətə yönəltmək üçün əlverişli imkan yaradır. Bax, beləcə. Bax, beləcə. Bax, beləcə. Ölməlisin, beləcə. Buraya gelir. Ben geleceğim. Geleceğim. Ben gelirim Bakıya. Elə bu video lentlərində istintakçılar Fərda Qədirovun Sergey adlı tanışının adını eşidir və güya olan bu şəxsin ona silah almaqda kömək də Fərda Qədirovun özündən eşidirlər. Onun böyük əməsi oldu. O olmasaydı da ki, bu silahı alamaydı. Millət də o gücüdür. Arda sevgidir. Bu çaxırı mən bugün onun sağlığı etmək istəyərdim. Çünki o insan hər bir dokument mənim üçün hər bir yerə getdi, mənimlə beraber bu şirkin arasında çox böyük köməkli dəydi. Qədirovun telefon kitabçasında isə Sergeyin telefon nömrəsi takılır. İstintakçılar Sergeyin taksi sürücüsü edirlər və ona taksi lazım olduğunu bildirirlər. Daha sonra isə ən təəccüblü detallar müəyyənləşir. Sən demə, Sergey heç də bilmiş. Onun familiyası Qriqoryan, milliyyətcə ermənidir.